Əşyalı mənzil axtaran müştərilərimizin nəzərinə qanuni 2 otaqlı mənzili satışa çıxartmışıq. Dostlar, bura mənzilin zalıdır. Ətrafını təqdimat edəcəm. Yerləşmə yeri də çox gözəldir. Asan xidmətə gedən mərkəzi yolun üstündədir. 271 nömrəli məktəbin yanı, Asan xidmətin yanı, düz elə marşrut xəttinin üstündə yerləşir. Yəni bu bina çox gözəl yerləşmə yeri var. Mərtəbə də gözəldir dostlar. 9 mərtəbəli binanın 2-ci mərtəbəsi. 2 ev layihəli mənzildir. Geniş belə bir zalımız var. Zalın pəncərəsi dediyim kimi 271 nömrəli məktəbin həyətinə baxır. Zalın daxilində 2 dənə pəncərə var dostlar. Laminatı təzədir, aboylar qaydasında, pəncərəsi plastik. Yəni təmirə ehtiyac yoxdur. Alıb, köçüb yaşaya bilərsiniz. Əşyalar da hamısı qalacaq, plazma televizordur, stolu, divan, kreslo. Zalın daxilində kondisionerdir. Yəni nə görürsünüzsə mənzilin daxilində saxlanılır. Qiymət videonun axırında deyəcəm dostlar. Videonun axıra kimi izləyin ki, mənzilin qiymətini biləsiniz. Asan xidmətə gedən yol. Onu da qeyd edim ki, dostlar, Asan xidmətindən hardasa 150-200 metrlik məsafəsi var. Yəni alıb köçüb yaşayırsınız dostlar. Tam əşyalı vəziyyətdə satılır. Bura mənzilin zalıdır. Hardasa belə deyim 18 kvadrat metr ölçülərə yaxın geniş bir ölçüsü var. Pərdəsi asılı, lüstrası hamısı qaydasında. Belə geniş 6 metrəlik xol hissəmiz var. Burada qapıdan giriş hissəsidir. Burada yataq otağımız yerləşir. Yataq otağının daxilindən dostlar eyvana çıxışı var. Onu göstərəcəm. Yəni mətbəx hissəsindən də eyni eyvana çıxışı var. Yataq otağından da. Yataq otağı da hardasa 15-16 kvadrat metr ölçülərə sahib. Tam təmiri sərgəli vəziyyətdədir. Bunu alıb dostlar bu vəziyyətdə kirayə də vermək olar. Kim istəsə alıb. Qiymətlər razində yaşayanlar bilir ki, kirayələrin qiyməti olduqca yüksəkdir. Yəni hardasa 600-650 manatla bu evi kirayə vermək olar. Bir dənə spalnisində əşyaları yoxdur, yəni spalni kravat lazımdır ora. Qalan qonaq otağı olsun, istəyir mətbəxdə olsun, görürsünüz dostlar. Mətbəx çox genişdir. 17-18 kvadrat metr ölçülərə sahib geniş mətbəximiz var. Mətbəx mebeli yığılıb, gördüyünüz kimi. Paltaryon maşınıdır, qazıdır, aspiratorudur, burada soyuducusudur. Yəni hər bir əşyası var dostlar. Masa stoludur orta. Bura eyvan hissəsi olub, açılıb, qatılıb, bir hissəsini də saxlayıb. Yəni dediyim kimi, spalnidən də, mətbəxdən də və bura eyvan hissəsinə çıxışı var. Qapalı eyvandır dostlar. 271 nömrəli məktəbin həyətinə baxır. Yəni pəncərəsi və göstərəyə zəhmət edirsin. 271 nömrəli məktəbin həyətinə baxır. Dostlar, yadınızdadırsa, yəni kanalımızın izləyiciləri yaxşı bilir, bu mənzili 10-15 gün bundan qabaq təxmini 165 min manatla təqdim etmişdik. İndi qiymətində də endirim olunub. Mənzilin qiyməti 165 min manatdan 161 min manata düşüb. Yəni ev sahibi 4 min manat endirim edib. Sənədlər tam qaydasındadır. Qazı, işığı, suyu daimidir. İstilik sistemi dövlətin verdiyi istilik sistemidir. Bina mərkəzi yolun üstündə yerləşir. Mənzil ipotekiyada yararlıdır. Bütün məlumatları verdim dostlar. Nömrə də səhifədə var. Kim istəsə, istəndən vaxt buyurub əlaqə saxlayıb bizimlə əlbəttə ki, açar da bizdədir. Gəlib mənzilə baxa bilərsiniz. Sağ olun, var olun.